Hər kəsə salam, gününüz uğurlu olsun. Bu gün də çox ləzzətli, yumşaq, kişmişli, kakaolu, küncütlü keks hazırlayırıq. İndi keçək hazırlanmasına. Əvvəlcə qaba 3 yumurta, 1 stəkan şəkər tozu, 1 çimdik duz əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Yaxşıca ağardıqdan sonra üzərinə 1 paket vanil, 1 paket qabartma tozu, 3 xörək qaşığı kakao, 1 stəkan duru yağ, 1 stəkan qatıq, kişmiş əlavə edib qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra artıq mikseri kənara qoyuram və üzərinə 2 stəkan unu əlavə edib yaxşı-yaxşı qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra üzərinə 3-4 xörək qaşığı küncüt əlavə edirəm. Və hazırdır. Keks bişirəcəyim qabı yaxşı-yaxşı yağlayıram. Və qəlibə keks xəmirini əlavə edirəm. Düzəliş etdikdən sonra əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişməyə qoyuram. Və keksimiz hazırdır. Şokolad ətirli, içərisi küncütlü, kişmişli, çox ləzzətli bir keks alındı. Sınayacaq olan hər kəsə indidən nuş olsun. Videomu bəyəndisə, videonu bəyənməyi, rəy yazmağı və kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.